Əli Nağıyev isə növbəti biabırçı boş addımını atıb. O İlham Əliyev, o da Əli Nağıyev. Biz isə bundan yararlanacağıq və sən demişsən, Əksinə Alona gündəm məsələsini yarandı. təzədən gündəmə gətirsən. Mənə elə bu Yetki lazım gəlir. idi. Mənə elə Aa, bu lazım idi ki. Ay Mehman, ay Baha, ay gözəl insan, şantajına düşmüş adamlardan biri. Sənin qızı keçər. Mən o oğlan yoxdur, o Fərman Süleym, Fərman da o ki, Salman, Fərid. O mənə zəng vurdu, 15 dəfə mənə zəng vurub, bəlkə də çox. Mən lenti çəkəcəyəm onu, telefonu Bu arada bir fırladacağım. də qeyd edeyim ki, mən üzr istəyirəm. Yəni mən o tutulan adamla, mən onu tanımıram. İlk dəfə ki, Əli Oğuzun efirində eşidirəm. Mən o adam baxdım ki, yazıbmı? Mən nə həqiqi mənə heç nə yazmayıb. Mənim dostluğum da yoxdur. Belə adamı tanımıram. Sizin efirində mən başa düşdüm ki, elə adam var. Və Əli Nağıyev yenə də saxta şou qurubda. Yəni başa düşürsünüz, yüzlərlə adam mənə mesaj yazır. Yüzlərlə adam sizə mesaj yazır. Bu deməkdir ki, indi biz bir araşdırmalıyıq ki, bu bizim videomuzu 5 milyona satacaq, 10 milyona satacaq. Nə deyim valla. Kompromat ortalığa çıxmayana qədər onun dəyəri var. Efirə düşəndən sonra onun dəyəri öldü. Bu standartdır. Bunu bunlar bilmir elə. Yox, onu bilirlər. Elman bəy, bilirlər hər şey gözəl. Bunlar bizə heç cür çıxa bilmirlər, heç qarmaq ata bilmirlər. Bilmirlər bu vəziyyətdən necə çıxsın. Alyonanı cəmiyyətə necə əxlaqlı qız kimi soxuştursun. Ona görə də əllərinə bir dənə şey düşüb ki, deyib burada bu Qabil yüzlərlə video çəkib. 2 ay ərzində 100 minlərə video çəkib. Əsəbləşib. Qabildə var da cürbəcür şeylər göstərir. Uzun ömür, can sağlığı, məhəbbətlər deyib. Hə, yəni axı Mehmanın çəkdiyi 4-5 dənə video var. Onun hansının içində bunların təqdim elədiyi o şəkil var. Hansında var? Varmı? Yoxdur. Heç birində yoxdur o video. Yəni Mehman elə bir video təqdimat verməyib, elə bir nədir o dalı dombalan qız göstərməyib orada. Onun Mehmanın göstərdiyi şəkili var, indi də göstərir. Bu şəkillərə fulana heç bir aidiyyatı yoxdur. Heç bir bunun mənası yoxdur. Heç bir deyək ki, burada bizim hədəfimiz də sırf bir şəxsin şəxsi intim məsələsidir. Burada tamam başqa